Məzhəbçi insanlarda ümmət düşüncəsi olmur. Ümməti düşünsün, müsəlmanların maraqlarını düşünsün. Fərqi yoxdur məzhəbindən, əqidəsindən. Dünyanın hər harasında müsəlman məzlum olubsa onun qəlbi yanır. Gücü çatır, kömək edir. Gücü çatmır, ən azından onun təəssübünü seçir. Baxmır ki, ondan eyni əqidədə deyil. Olsun, fərqli əqidədə olmuş olsa müsəlmandır. Müsəlmanın hər harda əziyyət çəkməsindən o narahat olur. Bax, həqiqi din budur. Allahın bizdən istədiyi din budur. Yoxsa ki, hər hansı bir məzhəbdə olmaq tam normal bir haldır. Mütləq budur ki, kimsə bir müsəlman hər hansı bir məzhəb, yəni bir yolla gedir. Allaha doğru bir yolla gedir. Lakin bunu gətirib aqressiv bir vəziyyətə çıxartmamalıdırlar. Bunların məqsədləri yalnız insan qazanmaqdır, fərqi yoxdur. Kim olur olsun. Təki say çoxluğunu yarada bilsinlər, güc göstərə bilsinlər. Buna görə hər cür insanı öz tərəflərinə və hər vasitə ilə seçməyə çalışırlar. Bunların əsas qayələri bundan ibarətdir. Beləcə, aqressiv bir cəmiyyət yaradırlar və bunlardan fərqli düşünən insanların hamısını təkfir edirlər. Hamısını dindən çıxmış hesab edirlər, hamısını müşrik hesab edirlər. Nəyə əsasən? Hansı Allah hökmlərinə əsasən, hansı Peyğəmbər şəriətinin hökmlərinə əsasən bunları görürsən? Bu düşüncəyə sən gəlirsən. Hətta bu cür məzhəbçi alimlər də var, əzizlərim. Alim də elmi var. Əgər alim demək mümkünsə. Elmi savadı çox yüksək səviyyədədir. Amma ömrünü nəyə sərf edib? Bütün ömrünü buna sərf edib. Öz məzhəbinin müdafiəsi və qeyri-məzhəblərin təşvir olunmasını. Hamınız tanıyırsınız, bu cür alimlər tarix boyu olub və var. Cild-cild əsərlər yazıblar, ancaq özləri kimi düşünməyənləri təkfir eləmək üçün. Bədbəxtçilikdir, bu rəzalətdir. Bir dənə əsərini tapa bilmərsən, müsəlmanları vəhdətə dəvət eləsin. Bir dənə əsərini tapa bilmərsən, müsəlmanları birləşdirmək üçün bir konspekt yazsın. Ancaq dağıtmaq üçün, parçalamaq üçün əsərlər yazıblar, ömrünü bunlara həsr ediblər.